Xeyr, dəyərli müdavimlər, bugünkü dərsimiz məktəbəqədər təhsilin məqsəd və vəzifəsidir. Biz ilk öncə bilməliyik ki, məktəbəqədər təhsilin məzmunu deyəndə nə başa düşülür? Əlbəttə ki, məktəbəqədər təhsilin məzmunu bizim didaktik prinsiplərimizdir. Didaktik prinsipimiz 9 dənədir və hər birinin özünün ayrılıqda öz xüsusiyyəti var. İlk öncə biz başlayaq nəticə yönümlü didaktik prinsipindən. Nəticə yönümlü deyiriksə, təhsil məzmununun əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qoyulmasıdır. Əvvəlcədən dərsin planı, məqsədin qurulmasıdır. Əvvəlcədən icmalı hazırlamaq, proqramı hazırlamaqdır. Bir növ nəticə yönümlü didaktik prinsipində produktivlik, nəticəli olmaq əsas şərtlərdən biridir. Bunun üçün də biz əvvəlcədən dərsi müəyyənləşdirməliyik. Biz yaş səviyyəsinin sonu üçün nəticə əldə etməyimiz üçün ilin əvvəlində öz planımızı, proqramımızı qurmalıyıq. Deməli, nəticə yönümlü didaktik prinsipimizin açar sözü əvvəlcədən oldu. Daha sonra gəlir şəxsiyyət yönümlülük. Şəxsiyyət yönümlülük deyəndə uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılmasıdır. Bizim üçün lazım olan zəruri həyati bacarıqlar, dəyərlərimiz hansılardır? Əlbəttə ki, idrak, ünsiyyət, psixomotor bacarıq və ya milli bəşəri dəyərlərdən söhbət gedir. Əgər bir uşaq özünü ifadə edə bilirsə, fikrini söyləyə bilirsə, ünsiyyət qura bilirsə, sosiallıq varsa, əməkdaşlıq varsa, deməli bu uşaq şəxsiyyət yönümlü didaktik prinsipin tələbini qorumuş olur. Və yaxud da əgər bir uşaq rollu oyunu canlandıra bilirsə, hoppanırsa, tullanırsa, psixomotor bacarıqları düzgün şəkildə inkişaf edibsə, deməli, şəxsiyyət yönümlü didaktik prinsipi qorunmuşdur. Daha sonra gəlir uşaq yönümlülük. Uşaq yönümlülük təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyl və marağının, təhsil tələbatının ödənilməsi, istedad potensialının reallaşmasına və inkişafına yönəlməsidir. Deməli, uşaq yönümlü didaktik prinsipi biz deyiriksə, əyani vasitələrdən istifadə etməkdir. Belə deyim, uşağın marağının nəzərə alınmasıdır, uşağın yaşını nəzərə almaqdır, uşağa seçim haqqı verməkdir, oyunların keçirilməsidir. Bunlar hamısı uşaq yönümlü didaktik prinsipin əsaslarından biridir. Daha sonra bizim strategiyalarımızdan olan iş üsulu, iş formasını nəzərə almaq da uşaq yönümlü didaktik prinsipini qorumaqdır. Daha sonra biz qiymətləndirmə olaraq, yəni dəyərləndirmə olaraq didaktik prinsipləri seçsək, diaqnostik dəyərləndirmə uşaq yönümlü didaktik prinsipinə aid olur. Şəxsi inkişafın izlənilməsi və yekun hesabat isə inkişaf yönümlü didaktik prinsipidir. Yəni biz deyə bilmərik ki, məktəbəqədər təhsil sahəsində aparılan dəyərləndirmələrin hər biri uşaq yönümlüdür və yaxud da hər biri inkişaf yönümlüdür. Xeyr, sadəcə diaqnostik qiymətləndirmə uşaq yönümlü didaktik prinsipidir. Digəri şəxsi inkişafın izlənilməsi və yekun hesabat isə inkişaf yönümlülükdür. Nədir bəs inkişaf yönümlülük? İnkişaf yönümlülük didaktik prinsipi dedikdə uşaqların idrak fəallığını, təhsil nailiyyətlərinin davamlı təhlili və qiymətləndirilməsi yolu ilə onların bilik, bacarıq və vərdişlərin inkişafının təmin olunmasıdır. Yəni, biz bir uşağın nailiyyətini təhlil etmiriksə, həmin uşaq inkişaf edə bilməz və inkişaf etməyən uşaq da inkişaf yönümlü didaktik prinsipin tələbini pozmuş olur. Daha sonra gəlir tələb yönümlülük. Tələb yönümlülük elə adından da məlum olduğu kimi, ümumi inkişafla bağlı təhsil proqramının məzmununda fərdin, cəmiyyətin və dövlətin dəyişən tələblərinin nəzərə alınmasıdır. Müasir dövrümüzün tələbi nədir? İKT bacarıqları olmasıdır. Tərbiyəçi müəllimin informasiya, kommunikasiya texnologiyaları ilə dərsin keçirilməsidir.
Müasir standartlara cavab verməkdir. Bunlar tələb yönümlü didaktik prinsipin əsaslarıdır. Daha sonra varislik didaktik prinsipimizi öyrənək. Varislik didaktik prinsipi müəyyən edilmiş yaş qrupları üzrə tətbiq edilən təhsil proqramının məzmun və mahiyyət etibarilə bir-birinin tamamlamasıdır. Yəni yaşlar arasında mövzuya düzgün keçid etmək, yaş səviyyəsini mövzuya uyğun olmasıdır və məşğələnin sadədən mürəkkəbə keçirilməsidir. Varislik deyiriksə bizim açar sözümüz burada olacaq sadədən mürəkkəbə. Məsələn, orta qrup uşağına biz 3 dairəsində riyazi hesablama əməliyyatı öyrədiriksə, böyük qrupun uşağına biz artıq 5 dairəsində riyazi əməliyyatları öyrədirik. Yəni biz burada nə etmiş olduq? Uşaqların yaşları arasında düzgün keçid etdik, mövzunu uşağın yaşına uyğunlaşdırdıq. Biz bir də yaş belə deyim, yaş sözünü görəndə testlərdə qarışdırmayaq. Bu hissəyə diqqət edək. Sizə məsləhətim odur ki, bir ruçka vərəq götürəsiniz və öz qeydinizi aparasınız. Yaş sözü cümlədən cümləyə dəyişə bilir. Yəni həm nəticə yönümlü ola bilir, həm uşaq yönümlü ola bilir, həm də varislik ola bilər. Yaş səviyyəsinin sonunu nəzərdə tutursaq, biz burada nəticə yönümlü didaktik prinsipi götürəcəyik. Uşağın yaşının nəzərə alınmasından söhbət gedirsə, burada uşaq yönümlü didaktik prinsip olacaq. Yaş səviyyəsindən söhbət gedirsə, yaşlar arasında düzgün yaş səviyyəsindən, yəni uşağın yaşını nəzərə almaqdan söhbət gedirsə, dedik uşaq yönümlüdür. Amma yaşlar arasında düzgün keçiddən, yaş səviyyəsinin mövzuya uyğunlaşmasından söhbət gedirsə, artıq bu olacaq varislik didaktik prinsipi. Daha sonra gəlir inteqrativlik. İnteqrativlik təlim məzmun komponentlərinin əlaqələndirilməsidir. Həyatla əlaqələndirmə, mövzuları əlaqələndirmə, yəni bir növ bir-birindən inteqrasiya etməyimizdir. Var Azərbaycançılıq didaktik prinsipimiz. Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onlarda fəal vətəndaş mövqeyinin formalaşdırılması, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə hörmət hissinin aşılanması Azərbaycançılıq didaktik prinsipində qorunur. Yəni hər bir uşaq öz milli adət-ənənəsinə, öz gerbinə, öz bayrağına, öz himninə məhəbbət ruhunda böyüməlidir. Bunu biz hətta tərbiyəçilərin, yəni təhsil verənlərin və valideynlərin vəzifəsində də qeyd etmişdik. Daha sonra var dünyəvilik didaktik prinsipi. Dünyəvilik didaktik prinsipi dünyaya aid olmadır. Yəni dünya ilə dini bağlılığın olmaması nəzərdə tutulur. Din əlaqəsinin olmamasıdır. Din dövlətdən ayrıdır. Biz heç bir zaman məşğələ prosesində, dərs zamanı, iş zamanı dini təbliğə yol verməməliyik. Bu zaman əgər biz dini təbliğə yol veririksə, dünyəvilik didaktik prinsipini pozmuş oluruq. Daha sonra biz təlimin təşkilinə verilən tələblərə nəzər salaq və bu zaman biz görürük ki, təlimin təşkil prinsipi, yəni pedaqoji tələblərdən didaktik prinsipin ortaq cəhəti var. Hansı ki, şəxsiyyət yönümlü və nəticə yönümlü prinsipimiz həm didaktik prinsipdə yer almaqdadır, həm də təlimin təşkilinə verilən tələblərdədir. Hər ikisində də məzmun və mahiyyət eynidir. Yəni şəxsiyyət yönümlülük prinsipi deyiriksə, zəruri həyati bacarıqların formalaşdırılmasıdır. Nəticə yönümlülük deyiriksə, fəaliyyətin əvvəlcədən müəyyən olunmuş nəticələr əsasında qurulmasının tələb olunmasıdır. Daha sonra biz təlimin təşkilinə verilən tələblər sırasında idraç fəallığı, differensiallaşdırma və fərdiləşdirmə, əyanilik və əməkdaşlığı da qeyd edirik.
Differensiallaşdırma və fərdiləşdirmə deyəndə bu prinsip uşaqların fərdi xüsusiyyətləri, maraq və tələbatları, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətlərini nəzərə almaq və onların təlimin bu xüsusiyyətlər əsasında təşkil olunmasını təmin edir. Yəni, uşağın fərdi xüsusiyyətini biz nəzərə alırıq, hər bir uşağın güclü və zəif tərəflərini təhlil edib ona uyğun təlim həyata keçiririk. Sən bunu bacarmazsan, sən bunu edə bilməzsən, sən gözlə kimi ifadələr işlədərək uşağı məşğələdən kənarlaşdırmırıq. Daha sonra idraç fəallığı gəlir. İdraç fəallığı təfəkkürün fəallaşdırılması əsasında yaradılan idraç fəallığı məktəbəqədər təhsil materiallarının koqnitiv xarakter daşıması və onun fəal təlim şəraitində reallaşmasına şərait yaradır və uşaqlarda hər hansı problemin həlli tələbatı və onlarda idraç proseslərinin fəallaşdırılmasını gücləndirir. Yəni, koqnitiv xarakter deyəndə elə birbaşa idraçla bağlı olan materiallardan söhbət gedir. Daha sonra əyanilik deyirik. Əyanilik uşaqlarda öyrənməyə olan marağı stimullaşdırır və öyrəndiklərini daha keyfiyyətli mənimsənilməsinə şərait yaradır. Siz bir fikirləşin ki, uşağa siz deyəsiniz ki, uşaqlar, alma sarı, qırmızı və yaşıl olur. Bir də var ki, siz uşaqlara əyani şəkildə 3 dənə alma göstərəsiniz və onun rənglərini uşaqlara izah edəsiniz, başa salasınız. Hansında öyrənmə daha keyfiyyətli olacaq? Əlbəttə ki, əyani şəkildə görməkdən. Yəni, biz bir sözü bir neçə dəfə uşaqlara deməkdənsə bir dəfə əyani şəkildə göstərməyimiz daha keyfiyyətli olur. Daha sonra gəlir əməkdaşlıq. Əməkdaşlıq deyəndə tərbiyəçi uşaq valideyn münasibətlərində qarşılıqlı fəaliyyətin təmin olunmasını nəzərdə tutur. Biz dərslərimizdə qeyd edəcəyik ki, tərbiyəçi müəllim valideynlə münasibətdə israrlı olmalıdır və onu daima özündə, belə deyim, özü ilə əlaqəli olaraq daha səmimi və mehriban ünsiyyət qurmasına şərait yaratmalıdır. Daha sonra biz bir neçə yenilənmiş prinsipləri öyrənək. Pedaqoji prosesin tamlığı. Pedaqoji prosesin tamlığı deyiriksə, təlim-tərbiyə prosesinə öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşımasından söhbət gedir. Deməli, pedaqoji prosesin tamlığında açar sözümüz öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşımasıdır. Daha sonra təhsildə bərabər imkanların yaradılması. Müəssisənin təhsil infrastrukturuna uyğun olaraq təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması, təhsil prosesini uşaqların meyl, marağı və potensial imkanları nəzərə alınmaqla tənzimləməsidir. Deməli, təhsildə bərabər imkanların yaradılması, təhsilin infrastrukturuna, eyni təlim şəraitinin yaradılmasına uyğun olur. Bir də biz qeyd edirik, fəaliyyətin stimullaşdırılması. Fəaliyyətin stimullaşdırılması, pedaqoji prosesin səmərəli və effektiv qurulması, uşaqların təlimə marağının artırılması, onların fəaliyyətindəki bütün irəliləyişlərin qeyd olunması və dəyərləndirilməsidir. Yəni, nəticə etibarilə uşaqların daha uğurlu təlim nəticələrinin istiqamətləndirilməsini təmin edir. Fəaliyyətin stimullaşdırılması. Deməli, fəaliyyətin stimullaşdırılması deyiriksə, biz açar söz olaraq qiymətləndirməmizdir, irəliləyişlərin qeyd olunması, təlim nəticələrinin istiqamətləndirilməsi əsas açar söz kimi qeyd olunur.